meyxanaçılara şair deyə bilirik? Şeir yazırlarsa deyə bilirik. Hər kəs kim ki şeir yazır, ona şair deyilir. Amma Amma çoxdur da. məsələ nədir? Məsələ bizim insan özü bilir də nə işlə məşğuldur. İnsan özü bilir gücünə qədərdir. Bilmirsə vay halına. Bilirsə o artıq öz sərhədlərini də çəkir və başqalarının da o necə deyirlər sərhədlərinə daxil olmur, pozmur sərhədləri. Bilməyən təbii ki, təkcə burada yox, bir çox işlərdə onsuz o ziyanvərliyini eləyəcək o heç. Meyxana bəli, belə bir sənət var və bu günümüzün reallığıdır. Əvvəl də var idi. Müəyyən qədər formasını dəyişib, amma bugün gəlib bütün musiqi səhnəsini tutub. Demək olar ki, Azərbaycanın o, məsəl üçün, böyük bəstəkarlarının ki, musiqilərini eşitmişik, onları eşidirik radioda da daha çox. Ya xalq mahnılarımızı daha çox bunları. Yeni yaranan musiqilər yoxdur. Ya da varsa da biz onları nə üçünsə eşitmirik. Harada da olar. Gözəl musiqi yoxdur. Böyük əksəriyyəti o meyxananın şövqü ilə yaranmış musiqi əsərlərdir bugün. Əgər bura gəlib çıxacaqsa, bundan sonraki növbəti mərhələsi daha üstün bir mərhələ olacaq. Yəni, bu operaya qədər gedib çıxa bilər. Biz bilmirik bunu. Ola bilər gələcəkdə meyxana bir opera sənətinə də təsir eləsin, oralara qədər getsin, çıxsın. Ya, məsəl üçün, müzikllər hazırlansın, tamaşalar hazırlansın. Əgər belə bir inkişaf yolu keçəcəksə, biz bəyəndik, bəyənmədik, istədik, istəmədik, o öz necə deyərlər, həyatını yaşayacaq. Mən meyxanaya qulaq asan deyiləm. Cavan vaxtlarında biraz bizim də bütün o Abşeronda hər cavan uşağın həvəsi olur ona. Amma belə həvəskarı deyiləm. Münsif kimi oturmağımın da səbəbi o idi ki, yəni əslində danışığımız belə olmuşdu ki, mən oturub münsiflik eləyərəm orada. Kim orada neyi düz dedi, neyi səhvdir, mən də bir-iki cümlə deyərəm. Amma icazə verin, mən bir Azərbaycan xalqını qəzəllə tanış eləyim. Yəni, bizim aktyorların dilindən səslənən qəzəllə yox, şairin dilindən səslənən qəzəllə.